DevOps engineeringdə sertifikatın nə kimi önəmi var? Və təzə başlayan adam ümumiyyətlə qaçıb gedib sertifikat almalıdırmı? Təzə başlayan adam, mən bunu deyim ki, özünü reklam üçün ilk növbədə sertifikat reklamdır. Sertifikat bilik deyil, sertifikat. Özünü reklam üçün müəyyən 1-2 basic sertifikat var ki, onları alıb CV-sində qeyd eləyə bilər ki, bu indi ən azından HR mərhələsinə keçsin. Amma sertifikat bez biliklər var və production bunun haqqında danışmışıq səninlə çoxlu. Burada da təkrar eləyim. Production. Yəni sertifikat biliyi demək deyil. Sən əgər konsaltinqdə işləyirsənsə, sən hər hansısa bir şirkətdə işləsən ki, ora sertifikat lazımdır, bayaq dediyim kimi. Ki məsəl üçün mənə AWS Professional 10 dənə lazımdır ki, mən hansısa tenderə girə bilim. Ya məsəl üçün Cisco-nun belə bir şeyi var ki, şirkətdə 4 CCI olmalıdır ki, məsəl üçün onlara hansısa bir güzəştlər olunsun Cisco tərəfdən. Əgər bu tələb yoxdur, şirkət sənin sertifikatını ödəmirsə, mən deyərdim ki, sertifikat yox, bilik dalınca qaç.